Sizcə Avropadan Azərbaycan nələri götürməli və nələri götürməməlidir? Nələri götürməməlidir? Onların liberallığın. Yəni liberallıq çünki baxırıq Azərbaycanda bu dəqiqə təsirini göstərir. Yəni çox söz deməyə ehtiyac yoxdur, hər şey göz qabağındadır. Onun əvəzinə texnologiyasını, təlim sistemini və s. belə şeylərini götürməlidir. Yəni məsəl üçün təhsilə baxırıq Avropa ölkələrinə, məsələn Finlandiya. Finlandiyada məsəl üçün ev tapşırığı verilmir. Dərslər çox azı 3-4 saat çəkir hardasa. Bu məsəl üçün həm tələbələri sıxmır, həm də yüksək performans göstərmək səbəbindədir. Məsəl üçün ev tapşırığı yoxdur, imtahan da yoxdur hətta onlarda. Amma baxırıq təhsil sistemi ən yaxşı olan ölkə sayılır bu dəqiqə. Hal-hazırda sıralamaya baxsaq. Məsəl üçün təhsil sistemində bu cür reformlar edilə bilər. Məsəl üçün cəmiyyət içərisində nə ola bilər? Texnoloji olaraq məsəl üçün Estoniya. Estoniyada məsəl üçün Wi-Fi pulsuzdur. Küçələrdə də Wi-Fi pulsuzdur. Bunu ötürən ruterlər var. Yəni bu cür şeylər nümunə götürülməlidir qısaca. Onların liberallığı yox, çünki liberallıqlarına baxanda adam iyrənir Avropadan. Onlardan bir iki misal çəkə bilərsiniz, onları cəmiyyət götürməsin. Onları cəmiyyət götürməsin yenə. Məsəl üçün belə deyək də, bizim cəmiyyət şərq cəmiyyətidir. Şərq cəmiyyəti də əsasən tradisional olur. Yəni ənənəvi olur. Onlar isə, yəni belə deyim, ənənə deyilən şey qalmayıb, hamısı qarışıb bir-birinə. Yəni bu dəqiqə fərq hiss eləmək olmur. İstəyir Almaniyaya get, istəyirsən Fransaya get, istəyirsən İtaliyaya. İtaliyanın biraz tradisionallığı var, o da Siziliya kimi cənub ərazilərində. Sonra ailə modeli dediyimiz şey yoxdur, dağılıb. Yəni Azərbaycan məsəl üçün baxırıq, Azərbaycanda da hal-hazırda ailə modeli dağılmağa tərəf gedir. Yəni düşünürəm ki, bu cür şeylər götürülməməlidir.